Necə oldu ki, başına 10 milyon dollar qoyulan radikal qrup başçısı Ağ Evin fəxri qonağına çevrildi? Əhməd Əl-Şaara demokratiyanı, qərb dəyərlərini və dünyəvi dövlət quruluşunu tamamilə rədd edirdi. Hədəfi təkcə Suriyada deyil, bütün bölgədə sərt dini qanunlarla idarə olunan bir xilafət tipli struktur qurmaq idi və xarici qüvvələrin təsirini Suriyada azaltmaq istəyirdi. Radikal fikirlərindən çəkinərək hədəfinin yalnız Əsəd rejiminin olduğunu bildirdi və Ağ Evə səfər edən ilk Suriya prezidenti də o oldu. Əhməd Əl-Şaaranın hakimiyyəti ilə Suriyalı qaçqınların bir qismi geri qayıtdı. Dövlət büdcəsinin gəlirləri artdı, iqtisadi dəhliz layihələrini irəli sürdülər və qruplaşmalara qarşı mübarizə aparırlar. Amerikanın Qasrak bazası 2026-cı ilin 16 apreli Suriya ordusuna təhvil verilsə də, Aralıq dənizindəki Suriya torpaqlarında Rusiyanın hərbi bazaları qalmaqdadır. Lakin bu bazalarında Suriyanın nəzarətinə keçməsi üçün Moskva ilə danışıqlar aparılır. Sizcə Əhməd Əş-Şaara radikal fikirlərindən dönüb, yoxsa hələ ki diplomatiyaya üstünlük verir?